Ajaxın baş məşqçisi dəyişib. Məsələn, mən düşünürəm ki, bizə bu mənfi təsir eləyəcək. Erik ten Hag Heitinga qayıda bilər ilə deyəsən yolları ayırdılar növbəti məğlubiyyətdən sonra. Heitinga, bəli. Bəli, yolları. Məsələn, Heitinganın rəhbərliyi ilə gəlsəydi, məncə Bakıda daha bizə rahat olardı. İndi yeni məşqçi, yeni taktika olacaq. Bu baxımdan mən düşünürəm ki, biz Bakıda mütləq belə Ajaxa qalib gəlsək, artıq 24 barədə düşünə bilərik. Bir dəfə burada oynamış Ajaxla çətinliklə buradan çıxdılar. Yadımda Qarabağın Ajax Qırmızı vərəqə aldıq deyə. Çətinliklə Ajax onu qalib gəldi, amma çox Ajax həqiqətən bu dəqiqə faciəvi vəziyyətdə. Çempionatda da çox uğursuz nəticələri var. Komandada adlar ola bilər bir neçə, amma çox zəifdir. Ötən mövsüm 11 xal qrupdan belə deyək də play-offa vəsilə qazanmışdı. Oradan Ajaxın xalı yoxdur. Bax, onu deyirəm, Ajax bu mövsüm çox çətindir vəziyyətdə. Bəlkə bu mövsüm də biz turnir cədvəlində Juventusun qələbəsi yoxdur, Villarrealın qələbəsi yoxdur. Kifayət qədər pis təsir bağışlayır. Amma ötənki format göstərir ki, komandalar son 3 oyunu qalib gəlsələr kifayət eləyir. Real Madridin play-offa düşməyinə baxın. Paris Saint-Germain play-offa, Manchester City'nin play-offa düşməyinə baxsaz, görərsiniz ki, son 3 oyunda 3 xal toplamaq hardasa kifayət eləyir ki, komanda növbəti 16-lığa düşsün. Keçən mövsüm mənim yadımdadır, yəni 11 xal keçdi. 11 xalla Dinamo Zagreb qalmışdı 24-dən kənarda. O biraz risklidir, amma 12 xalla keçirsən. Mənə elə gəlir. 12 xal keçər. Yəni Bakıda Ajaxı qələbə qazansaq, ondan sonra ümidlər daha çox olacaq.